Bismillahirrahmanirrahim. Əziz izləyicilər, Ramazan ayının 21-ci günündəyik. Bugün Molla Əlinin şəhadət günüdür. Bu münasibətlə İmam-ı Zaman əleyhisselam başda olmaqla Vəli Əmr-i Müslimin, Məraci Muhtərəm, Üləma-i İslam və bütün Əli sevərlərə başsağlığı verirəm. Bugünün məxsus duası var, məxsus əməlləri var. Bugün Qədir gecəsinin günlərindən biridir. Bəndə hər tərəfli Allaha dua edir, Allaha yalvarır ki, ona doğru yolu hidayət eləsin, doğru yolu ispat eləsin. Bugünün duasında qeyd olunur ki, Allahümmə cəlli fihi ilə mərdatika dəlila. İlahi, mənə öz razılığı və aid dəlillər göstər, dəlillər nəsib elə. Dəlil sübut göstər ki, hansı əməllərdən razısan. Həm qəlbim mütməin olsun, həm ruhum mütməin olsun. Çox yerinə düşən bir duadır ya, əziz izləyicilər. Yəni bugün bu gecənin əməllərindən biri Qur'anı başa qoyub dua eləməkdir, Allahdan istəməkdir. Dəlil budur ki, ilahi məni bu Qur'anda yazılanlara doğru yönəlt, o Qur'anı başımın üstünə qoyub, orada yazılanlara əməl etməyi mənə nəsib elə. Məni ondan qeyri yola döndərmə. Qur'anın yeri mənim başımın üstüdür. Və lə təc'əlli şeytani fihi ələ səbilə, ələyyə səbilə. İlahi, şeytanın yolunu mənə doğru yönətmə. Şeytanın vəsvəsəsini məndən uzaq eləmə. Şeytanı mənə müsəllət eləyə biləcək bir səviyyəyə salma məni. Vəcəl cənnətə li mənzilən və məqila. Cənnəti mənim yerim, məkanım qərar ver. Ya qadiyə həvaicət talibin. Ey hacətləri istəyənləri yerinə yetirən, hacət istəyənlərin istəklərini yerinə yetirən. Bu duanın mətnində bugünün ən aktual məsələlərindən birinə cavab var. Əziz izləyicilər, bilirsiniz ki, hər tərəfli İslama doğru baskı var. İslam ənənələrinə, Əhl-i Beyt məktəbinə ciddi baskılar var. Bugün Vəhabi təsiri altında olanlar, Nurçu təsiri altında olanlar, Vəhabi təsiri altında olanlar işin gücünü atıb düşüb 14 məsumdan gəlmiş dini ayinlərin icra modelinin üstünə. Dünənə qədər Qur'an yandırılanda, Qur'an ayaqlar altına atılanda səsini çıxartmağa qeyrət eləməyən insanlar, dırnaraqası müsəlmanlar, ictimai xadimlər bugün efirlərdə özlərini gülünc vəziyyətə salaraq niyə Qur'anı başa qoyurlar? Qur'an başa qoyulmaq üçün deyil. Bəs Qur'an ayaq altına atılanda sizin qeyrətiniz haradaydı? Qur'anın yeri başdır. Bir gülünc versiya yazıb ki, Qur'anı başa qoymaq Sovetlər dönəminin işidir. Bu cahil, bu məlumatsız bədbaxt hissə bilmir ki, Qur'anı başa qoyub ibadət eləmək Əli əleyhissalamdan bu günə qədər gəlib çıxan bir ritualdır. Sünnə mənbələrində, şiyə mənbələrində Əli əleyhissalamın Qədir gecələrində bu ənənəni, bu ibadət modelini yerinə yetirməyini təsbit edən kifayət qədər məlumatlar var. Qur'anın yeri bizim başımızın üstüdür. Qur'anı başa qoymaq və Qur'anda onun duası var. Onun duasını savadları yoxdur. Oxuya bilmirlər ki, Qur'an başa niyə qoyulur. And verilir, ilahi sən and verir bu Qur'ana. Sənə and verir bu Qur'anda təriflədiyin, bizə nümunə göstərdiyin insanlara, gözəlliklərə and verilir ki, bizi bu yoldan ayırma, bizi Qur'andan ayırma. Bizi Qur'an dəyərlərinə əməl edənlərdən qərar ver. And veririk Peyğəmbərə, and veririk məsumlara. Yəni, ilahi bugün də şeytanın yolundan bizi uzaqlaşdır. Bugün şeytanın yoluna düşüb gedənlər səhərdən axşamacan düşüblər insanların
ibadət məsələlərinə dil uzatmağa. Hansı ibadət eləyək bəs? Deyə bilər misiniz? Bugün Quranın başa qoyulmasına danışanlar dünən Məhərrəmli yayında əzadarlığa qarşı danışırdılar. Ondan qabaq qurbanlıqda qoyun kəsməyin əleyhinə danışırdılar. Ondan qabaq başqa ritualların əleyhinə danışırdılar. Bəs necə ibadət eləyək? Necə Amerika deyir elə, necə İngilis deyir elə, necə Fəthullah Gülen deyir elə, necə Vəhabilər deyir Bismillahla baş kəsmək, elə mi ibadət eləyək? Əziz izləyicilər, bütün bunlar onu göstərir ki, bu yol haqq yoludur. Ona görə batil qüvvələr bunun üzərində mübarizə aparırlar. Bu ənənə Peyğəmbərdən gələn ənənədir, məsumlardan gələn ənənədir. Peyğəmbər həmişə Qur'anı yüksəkdə tutardı. Qur'anı başa qoymaq, onu oxumamaq demək deyil. Qur'anı başa qoyursan ki, hörmət eləyəsən, hörmət elədiyin kitabı da oxuyasan, əməl eləyəsən. Qur'anın dəyərlərinə əməl eləməkdən biri də onu başa qoymaqdır. Kitab rəfinə qoyub saxlamaq deyil. Küfrün, zalimlərin tərəfini saxlayanda əlbə götürüb mütəşabih ayələrlə cəmaatı allatmaqdır. Qur'anın yeri başdır və başda da başa qoyulub ona əməl eləməkdir. Çox fəzilətli bir əməldir. Əziz izləyicilər, bu əmələ yerinə yetirmək lazımdır ki, Allah bizi Qur'anla olduğumuza, Qur'anla birlikdə yaşayışımıza bir rızayət versin, nəsib eləsin, bizi o yola hidayət eləsin. Vəssalamu aleykum və rəhmətullah.